Salam olsun herkese. Bugün yine Qanlıgöl balıq ovundayıq. Deməli dostlar, yorumlarda yazırdılar necə su, dərinlik, yem, nə olur yəni. Deməli yemi çörəkdən istifadə edirik. Dərinlikdəki birincisi atdığımız yeri müəyyən edirik. Quruğuşunu dərin edirik papağı, quruğuşunu geri düşür dibə, suyun dibinə. Və ondan sonra elə edirik ki, qarmaqlar sudan, suyun dibindən, yəni 1 cm hündürdə olsun. Yəni ki, dayazlaşdırıq. Birinci, yenə dediyim kimi, atdığımız yeri müəyyən edirik. Bilirik ki, məsələn, bu toçqaya atacağıq və birinci dərinləşdiririk, çoxlu atırıq. Görürük ki, məsələn, paplok düz dayanmadı, deməli, quruz dibə oturdu. Ondan sonra başlayırıq, quruzu dərinliyi yavaş-yavaş azaldırıq. Qarmaqlar qalxır suyun, yəni dibidən yuxarı. Suyun dibindən 1-2 cm yuxarı qalxsa, bəs edir, kifayətdir. Ondan sonra başlayırıq ki, həmən toçqaya atırıq, yemləyirik, balığımızı tuturuq. Çörəyin üzünü qoyuruq, yəni el arasında içə qabığını. Çalışdığımız qədər çörəyin qabığını xırda və ensiz qoymaq lazımdır ki, yəni o suda qalıb pişir, ondan sonra da balıq rahat götürür onu. Yəni içini qoyanda burada gəlir yer qasır, amma qabığını qoyanda qabığı biraz suda şişdiyinə görə böyük görsənir, həm böyük balıq da götürə bilir, həm də ki, necə deyərlər, yəni yumuşaq olur. Balıqlı olsun, indi çəkib paylaşacağım sizinlə hər bir şeyi. Dostlar, ilk ovumuza tutduq, saat 8-in yarısıdır, ardı gəlsin. Bu da dostlar 2-ci ovumuz, ardı gəlsin. Dostlar, bu da 3-cü ovumuz, ardı gəlsin. Ovumuz devam edir dostlar, saat 9:15 dəqiqə, biz 4 dənə balıq tutmuşuq. Ovumuz devam edir dostlar. Bu da 5-ci ovumuz. Ardı gəlsin. 6-cı ovumuz. Səhər balıqlı bu. Baxın. Ardı gəlsin. Dostlar, ovumuz devam edir. Baxın, görün nə qədər balıq tutmuşam. Baxın. Hamısı da var, ağzına kimi doldu. 19 litrlik paçokdur. Saat 5-in yarısıdır. Ardı gəlsin. Deməli dostlar, 83 dənə balıqdır burada. Baxa bilərsiniz. Nə boydan krokdur. 83 dənədir. Bu günləri yaxşı balıq gəlirdi. Yəni videonun əvvəlində dediyim kimi düzgün yer, düzgün dərinlik qoyub tutmaqdır. 83 dənə balıq buradadır. Qardaş da tutub. Qardaşın balıqları burada. Videonu bəyənib yorum atmağı unutmayın.